Qarşıdan bizim Stimul Olimpiyadamız gəlir. Olimpiyada Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir. Olimpiyadanın əsas məqsədi şagirdlərdə elm, texnologiya, mühəndislik, incəsənət bacarıqlarının üzə çıxarılmasıdır. Olimpiyada 2 mərhələdən ibarət olacaq. İlkin mərhələ seçim mərhələsi 8 iyun tarixində həyata keçiriləcək və artıq bununla bağlı bizim qeydiyyatımız açıq elan olunub. Qeydiyyatdan keçmək istəyən şagirdlər Oxuyan Az saytına daxil olaraq, axtarış bölməsində Stimul yazaraq, imtahanlar bölməsinə keçid edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmək üçün mütləq komanda şəklində olmalıdırlar. Komandalar isə 4 nəfərdən ibarət olmalıdır. Bildiyiniz kimi, STEM Azərbaycan layihəsi məktəblərdə 4-cü siniflərdən başlayaraq 9-cu siniflərə qədər tətbiq olunur və olimpiyadada bu siniflər üzrə bütün şagirdlər iştirak edə bilərlər. Bütün yaradıcı, araşdırma həvəsi olan, STEM-ə marağı olan şagirdləri Stimul Olimpiyadasına qeydiyyatdan keçməyə dəvət edirik.